Tribun dergisinin 7. nömrəsi 22 il aradan sonra ışıq yüzü gördü. Önemli ve sevindirici bir haberdi. Tribun ilk yayıldığı nömrələrdən hem İran toplumunda ve hem Türk toplumunda bir multietnik veya kesirulmalı bir toplumun məsələlərin ələ alıb və o açıdan toplumda siyasal, iktisadi ve kültürel məsələləri eleştirme, araştırma ve analiz etme qabiliyyəti ilə ən azı Türk toplumunda ciddi etkilere sebep olmuştur. Elə buna görə də Tribunun 7. nömrəsinin ışıq yüzü görməsi hem sevindirici hem önemli bir olay sayılmağı lazımdır. Ama indiyə qədər Tribun dergisinin doğuş tarixindən, hatta necə doğulmasından ve necə devam etmesinden ve sonra ara verilmesi ve Tribun internet sayfa formatında fəaliyyətinə devam etmesini ve indi 22 ildən sonra yine de bir yeni yayınla meydana gelmesi hakkında hiç danışılmayıbdı. Bugün kısaca da olmuş olsa Tribunun 7. nömrəsinin ışıq üzü görməsi münasibətilə qıssa da olmuş olsa doğuş tarixindən ve mənim adını çəkdiyim tarixçə Tribunun bu günə qədər iç tarixçəsidir. Bu derginin idəsi, fikri hardan gelmiş, necə formalaşmış, kimler çalışmış ve hatta deyə bilərəm ki, bu dergi xalqımızın tarixində önemli bir yeri aldığı üçün eşitmeye ve bilmeye insanlarımız maraqlanacaqdır. Elə ona görə də Tribun dergisinin tarixini qısaca sizə anlatmağa düşünürəm. Azərbaycanda Türk aydınlarının milli kimlik əsasında hərəkatının canlanması ya desək yeni canlanması 1991-ci ilə qayıdır. O illərdə Azərbaycan Cumhuriyyəti Sovyet Birliyindən istiqlaliyyət almış və Azərbaycanda əldə olan istiqlaliyyət istər-istəməz geniş vasitədə çox böyük yankı ilə İranda Türk toplumuna, xüsusən Güney Azərbaycana yansımışdır. Güney Azərbaycanda milli dil və milli kimlik əsasında hərəkətlər canlanmış, etirazlar meydana çıxmışdır. Amma Tribun dergisinə gəldiyimizdə 1997-nin əvvəllərində, yəni 6 il Azərbaycanda istiqlaliyyətdən sonra və Güney Azərbaycan və İranda Türk toplumunda ciddi bir hərəkətlilik gözə çarpır. 1997-ci ilin baharında Türk aktivistlər birisi radyo fəaliyyətində, birisi əncümən və dərgi vurmaqla fəaliyyət aparır. Hər kəs bir işlə məşğuldur. Mən də o zaman o aktivistlərin biri olaraq bir türlü bu fəaliyyətlərlə məşğuldum və fars dərgilərdə fikirlərimi yazıb və yayırdım. Unutmamış olursam o zaman yazılarımı Puyeş adında Stockholm'da yayılan bir dergide yayardım. Günlərin bir günündə unutmamış olursam 1997-ci ilin ilk aylarında Ərzə bəy Ərdəbili ilə görüşümüz vardı. O görüşdə sənə bir təklifim var deyə danışdı. Danışığımız çok kısa ve anlaşmamız da çok süratle elde oldu. Teklifin ne olmasın Ərzə bəy Ərdəbilidən sordum. Dedi, Stockholm'da bir dergi çıkartmak istəyirəm ve bir neçə nəfər də danışmışam. Sonuç verməyib bu teklifi sənə sunmaq istəyirəm və sənlə beraber bu işi görmək istəyirəm. Heç unutmam ki, ilk cevabım əlbəttə ki, beraber işi görə bilərik deyə cevabladım. Biraz dergi ve yayının toplumumuzda yayılmasının zərurətindən danışdık. Sonra necə bir dergi qəsd edirsən deyə sordum. Yayılan dergiyə seçdiyi adı mənə dedi. Seçdiyi ad Stockholm Tribunudur. Mən isə Stockholm sözünün adı bizim dergimizin üstünde olmasına uygun görmedim ve fikrimi söyledim. Direktör Elizabeth kabul etti ve dergimizin adı Tribun oldu. Mən başka bir tələbdə bulundum. Ərzə bəyə dedim ki, bu dergi istiqlalçıların dergisi olmayacaq diye düşünürəm. Ve Ərzə bəy o sahədə fikir birliğimiz için direkt elbette ki olmayacaktır diye cevap verdi. O bizim bir anlaşmamız oldu. Ama sonra bir anlaşmaya da dergi hakkında vardık. O anlaşmada buydu. Özümüz, yani mənim veya Ərzə bəyin yazdıkları her ne varsa dergide yayılacaktır. Ama başkalarından gelen məqalələr əgər birimizin tərəfindən veto olursa, istənilmirsə, o məqalə yayılmayacaqdır. Yani başkalarının məqaləsinə veto hakkımız vardı. Bu da başka bir anlaşmamız oldu. Bu kadar sade ve bu kadar süratle Tribunun 1. nömrəsini hazırlamaya başladık. Tribunda elbette bir başka anlaşmamız da vardı.
yazılar ümumiyyətlə fars dilində və türk dilində olmalıydı və Latin əlifbasını təmsilən göstərmək üçün və onun önəminə barmaq qoymaq üçün bir ya neçə məqalədə sol tərəfdən Latin əlifba ilə Tribun dərgisində yayılmaq arzulanırdı və məqalələr toplumda oxuma yetənəyi olmaq üçün çoğunluqda farsça və bir neçə məqalədə türkçə yazılırdı. Tribunun hər bir nömrəsinə Ərzə bəy türkçə bir baş sözü, mən də farsça bir baş sözü yazıb, ondan sonra özümüz yazdığımız məqalələr və gələn məqalələri toplayıb və yayına və ya nəşrə hazırlayıb çapa verirdik. Tribunun 1-ci nömrədən 3-cü nömrəyə qədər editorluğunu mən öhdəmə aldım. Çünki mənim kompüterimdə o zaman fars dilində yazmağa proqram vardı və o proqramla mənim işlədiyim üçün 1-dən 3 nömrəsinə qədər editorluğunu mən etdim. Və amma yeni bir proqram aldığımıza görə 4-cü nömrədən 6-cı nömrənin editorluğunu Ərzə bəy yaptı. 1-ci nömrədən 6-cı nömrəyəcən həqiqətən böyük bir addımlar atıldı. Geniş vasitədə Türk toplumunda belə bir dərginin çıxması ciddi bir etkiyə və yankıya səbəb oldu. İran içində yayılan dərgilərdə və hətta yadıma gələsi Varlıq dərgisinin nömrələrinin birində Tribunun yayılması yansıdı. Qısa zamanda dərgi Stokholmdan, Avropadan, Amerikaya, sonra Azərbaycana, o Azərbaycan vasitəsilə İrana göndərildi və qısa zamanda tanınmış bir dərgiyə çevrildi. 6 nömrənin yayınında fərqli insanlar da əlbəttə ki yardımcı oldular. Amma bunların arasında bir adı çəkməliyəm. Məhəmməd Rza bəy Əl-Ərdəbili Tribunun yaxın dostu oldu və ciddicə Tribunun formalaşmasında və yayınında bizə də köməkçi oldu. Amma bu 6 nömrənin xərcini mənim yadıma gələsi yalnız mənlə Ərzə bəy Ərdəbili öhdələndik. Göndərdiyimiz abunələrdən təəssüflə çox az abunələr pulu geri döndü. Və getdikcə xərcin çoxalması bir tərəfdən və yavaş-yavaş internetin meydana gəlməsi bir başqa tərəfdən bizi bu zehniyyətə yaxınlatdı ki, Tribunun fəaliyyətlərin internet vasitəsilə davam edə bilərik. Tribunun 1-ci nömrəsinin yayılmasından 6-cı nömrənin yayılmasına qədər 5 il zaman sürdü. Yəni 1997-də başlandı və ən son 6-cı nömrə 2001-ci ilin qışında nəşr oldu. 6-cı nömrədən sonra fəaliyyətlər internetdə və Tribun səhifəsində davam etdi. Əlbəttə buna da işarət etməliyəm ki, Tribun sitəsi bu ərəfədə bir neçə dəfə İran rejimi tərəfindən hək oldu və orada bizim kompüter sahəsində usta olduğu əziz və qiymətli dostlarımızdan biri Tribuna yardımcı olurdu. Bu fəaliyyətlər 2010-a qədər davam etdi. O illərin birində, o zaman dəqiq tarixi deyə bilməyəcəyim, amma 2010'lar civarında, bəlkə biraz sonra Ərzə bəy Ərdəbili Tribun səhifəsində bir məqalə yayınladı. O məqalənin qələm sahibinin düşüncələri haqqında ciddi quşkularım vardı. O yazı bir yüzeysel yazıydı, amma orası önemli olmayaraq o məqalənin sahibi İran ordusundan və hətta sipahdan Türk kökənli ölən insanları Azərbaycan şəhidi adlandırırdı. Və mən bu düşüncə ilə ciddicə müxalif idim. Türk hərəkatının ən böyük düşməni İran İslam Cumhuriyyəti və İran İslam Cumhuriyyətinin ən böyük baskıcı qolu Sipah-ı Pasdaran və onun ordusudur. Elə buna görə də başqa yazıları veto haqqımıza görə Ərzə bəydən istədim ki, o yazını səhifədən qaldırsın. Mənim istəyimə cavab gəlmədi. Yenə də bu tələbimi ilətdim və istədim ki, o yazını oradan götürsün. Amma yenə cavab ala bilmədim. Ərzə bəy o ilk anlaşmamıza birinci dəfə olaraq vəfasızlıq göstərdi. Bu illərin ərəfəsində bu birinci dəfə idi ki, bir yazının Tribun səhifəsində gəlməməsini tələb etmişdim. Və Ərzə bəy anlaşdığımız kurallara vəfasızlıq göstərdi. Əlbəttə bunu artırmalıyam ki, illər 2010'larda və o tarixdə Ərzə bəy ilə mənim bəzi sahələrdə fərqli düşünməmiz ortaya gəlmişdi. O fərqli düşüncələrimizin burada adını çəkməyimizə gerek yox. Amma o fərqliliklər ciddicə bir hissi davranışlara da yol açmışdı. Və Tribun dərgisinin gedişatında o fikir fərqliliyi bizim ikimizin aramızda Tribun dərgisinin redaktorları olaraq ciddicə bir ayrılığa səbəb olmuşdur. Və həman səbəbdən dolayı
mən Tribonda işbirliyimlə geri oturmuşdum. O tarixdən sakincəsinə Tribonda bir redaktor kimi fəaliyyətimə son qoymuşdum. Amma kimsəyə demədən və səsimi çıxartmadan. İndi ondan uzun illər keçir və şərait yenə də dəyişilmişdir və Ərzəbə ilə əlaqələrimiz daha yenə də güclənmişdir. Elə ki, Tribonun 7-ci nömrəsi hazırlananda Ərzəbə məndən son nömrəyə bir məqalə yazmamı tələb etmişdir. Mən də o tələbi canı dillə qəbul etmişdim və bir yazı ilə Tribonun 7-ci nömrəsində iştirak etmişdim. Gördüyümüz kimi Tribonun 7-ci nömrəsi geçən 6 çap olunmuş nömrədən fərqli olaraq çox keyfiyyətli formada çapa verilmiştir. Yeni teknolojiden istifadə olunmuştur. Ve 22 il Tribonun son nömrəsi çapa veriləndən sonra yeni bir çap fəaliyyəti başlamıştır. Gördüyüm qədər son nömrənin yayılmasında fərqli və çoxlu redaktorlar iştirak etmişler ve Tribonun 7-ci nömrəsinin keyfiyyətli çapa verilməsində ciddi rol oynamışlar. Əlbəttə ki, bu keyfiyyətdə işin yayılmasına təbrikləyim və Tribonun gedişatında Tribonun yeni redaktorlarına uğurlar arzulamaq lazımdır. Həqiqətən Türk toplumuna, hətta İran toplumuna Tribon ələ aldığı sahələr, sosial, siyasi və kültürel sahədə mətbuati fəaliyyətin yeri ciddicə həqiqətən əsşişdir. Umuram Tribonun yeni aşamasında meydana gəlməsi gələcək üçün aydınlığı yaymaqda xalqımızın yanında olsun.